Bismillahirrahmanirrahim. Qul huvallahu ahad. Allahus samad. Lam yalid və lam yulad və lam yakul lahu kufuwan ahad. Allahu akbar. Subhanallah, subhanallah, subhanallah. Allahu akbar. Subhanallah, subhanallah, subhanallah. Bismillahirrahmanirrahim. Qul huvallahu ahad. Allahus samad. Lam yalid və lam yulad və lam yakul lahu kufuwan ahad. Allahu akbar. Subhanallah, subhanallah, subhanallah. Subhanallah. Allahu akbar. Allah, subhanallah. Allahu akbar. Bəzi insanlar namazı sadəcə üzərlərində olan yükü aradan qaldırmaq üçün qılırlar. Yəni vicdanlarını sakitləşdirmək üçün. Bu da düzdür. Amma əsl namaz deyil. Əsl namaz necədir? Hardan bilək ki, namazımız qəbul olur, yoxsa yox? Quran məntiqinə əsasən Allah buyurur ki, namaz qılın ki, pisliklərdən uzaqlaşasınız. Bizim də namazımızın qəbul olub olmayacağını bu düsturla bilə bilərik. Əgər gündəlik əməllərimizdə pisliklərdən uzaqlaşırıqsa, deməli, həmin günün namazları inşallah ki, qəbul olub. Yox, hələ burada namaz qılırıqsa, namazı yük kimi bilib üzərimizdən götürmək üçün qılırıqsa, həmin o namaz bizi pisliklərdən uzaqlaşdırmayacaq. Buna görə də namazlarımızı tələsmədən aram-aram qılmalıyıq və namazda kiminlə söhbət edirik deyə diqqət eləməliyik. Allah ibadətlərimizi qəbul eləsin.